sabah gecə, yəni bu gecə yox, sabahki gecə çox fəzilətli gecədir. Qədr gecəsindən sonra ən üstün gecə sabahki gecədir. Müqəddəratın təyin olunmasında Qədr gecəsindən əlavə bu gecənin də önəmi var. Hətta deyirlər ziyarətlər də bu gecə yazılır. Ziyarət arzusunda olanlar o gecədə dua eləsinlər, ziyarət, başqa nə hacətləri var dua eləsinlər. Şabaniyyə münacatını oxumaq yaxşıdır. İmam Zamanın öz ziyarəti var. 100 dəfə təsbihat ərbəə deyə bilərsiniz. Subhanallah və elhamdülillah və la ilahe illallah və Allahu ekber. Bunu 100 dəfə demək olar, istiğfar eləmək olar. Öz dilinizdən 2000 gücü nəyə çatır? 2 rükətdə namaz qılıb dua eləsə işdi və ən fəzilətli əməllərdən biri, bəlkə də birincisi bu gecə bir üstü açıq yerdə gündürlük olsa lap yaxşı olsa. Olmasa elə üstü açıq bir yerdə bir insan üzü qibləyə dayansın, sağa sola və göyə baxsın. Desin Esselamu aleykə ya Əbu Abdillah, Esselamu aleykə və rəhmətullahi və bərəkatuhu. Bunu bir-iki cümlədir. Esselamu aleykə ya Əbu Abdillah, Esselamu aleykə və rəhmətullahi və bərəkatuhu. Kim bunu eləsə, elə bir peyğəmbərlərin hamısından görüşüb, onları ziyarət edin. Yəni sabahki gecənin qədrini bilin. Çox fəzilətli, gözəl gecədir. Ona bərat gecəsi də bilirlər. Duaların qəbul olduğu gecədir və sizdən bir kiçik qardaşınız kimi xahiş edirəm. Elə bu sözümü də yadda saxlayın ki, məni də dualarınızdan yad edirsiniz və sizin hamınızdan dua xahiş edirəm. Dualarınızda bir-birinizi dua edin və o Həzrətin, o İmam Zaman əleyhissalamın zuhurunu, gəlişinin tezliyini Allahdan istəyək. Allah bu ayın feyzindən, sabahki gecənin feyzindən bizi binəsib eləməsin inşallah. Qarşıdan gələn bayramımız mübarək olsun. Allah hamımızı İmam Zaman ağanı gözləyənlərdən qərar versin inşallah.